Məmmədov Elşad Tofiqoğlu. O 2021-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin may ayınadək internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməklə bu cür məzmunlu materialları internet resurslarında yayılması da təqsirləndirilir. Elşad Məmmədov. Bəli, Elşad Məmmədov. Elşad Məmmədovu bəlkə də bir çoxlarınız tanımırsınız, amma mən sizə tanıtdırım. Şəkillərdən görsəniz hər şeyi başa düşəcəksiniz. Elşad Məmmədov Azərbaycanda, belə deyim də, bir sahibkar olubdur. Elşad Məmmədov, Hacı İbrahim var. Hacı İbrahim. Mehriban Əliyevanın, belə deyim, atası Arif Paşayevin krişalıq elədiyi Hacı İbrahimə pul verib ki, 3 dənə ev alıbdır və Hacı İbrahim, Mehriban Əliyevanın atasının krişalıq elədiyi Hacı İbrahim, demək Elşad buna $500 milyon pul veribdir. $500 milyon 3 dənə ev və atıbdır. Və Elşad başlayıb Azərbaycanda haqlarını tələb eləməyə və Elşadın başına Azərbaycan hakimiyyəti nə oyunlar gətirib. İndi o baş prokuror Kamran Əliyev var, o vaxtı korrupsiyanın rəisi idi. Kamran Əliyev Elşadı şəxsən tanıyır. Elşadı öz qəbuluna çağırıbdı, haqlı sayıb. Amma nə edəsən ki, Hacı İbrahimin arxasında, yəni deyir, dəvədən böyük fil var. Nə edəsən ki, o artıq, yəni bu indiki başı prokuror Kamranın eləcəyi bir iş deyil idi. Hansı ki, bugün Elşad Məmmədovu prokurorluğa çağırır, dövlət çevrilişinə cəhət, nə bilim, hakimiyyəti zorla ələ keçirmək. Ay Azərbaycan hakimiyyəti, elə Elşad vaxtında korrupsiyanın içində idi də, bax, korrupsiya idarəsinin içində, baş prokurorluğun binasının içində idi. Niyə onda bu adamı həbs eləmədiniz, indi həbs elədiniz, hə? Azərbaycan hakimiyyəti. Niyə? Lazım idi Elşada bu, gəldi, ölkədən didərgin saldınız, ailəsinin gözü qabağında, görürsünüz şəkillərdə də Azərbaycan xalqı. Elşadı uşaqların gözün qabağında polis müqaviməti. Polislər, o videolar var, əslində girib Diktator TV kanalında tapıb izləyə bilərsiniz. YouTube Diktator TV kanalında tapıb izləyə bilərsiniz. Elşadı illər öncə, hansı ki, ölkədən didərgin salmadan öncə Elşadı uşaqlarının gözün qabağında polislər nələ elədilər. Hətta Elşad etiraz olaraq ağzını tişdi Azərbaycanda. Hə? Kamran Əliyev, arvadımın xıttəyinə töküm, Kamran Əliyev. Hacı İbrahim, Mehriban Əliyevanın dillağına soxun. Baxın Mehriban Əliyeva. Hə? İndi Kamran Əliyev, sən Elşadı şəxsən tanıyırsan. Niyə indi durub prokurorluğa çağırırsan? O vaxtda çağırmışdın. Adam nə istəyir? $500 milyon pul atmışsınız Elşad Məmmədova. Şərəfsiz oğraşlığını. Oğraşın balaları. Kamran Əliyev, arvadımın ağzına soxum. Mamanız Mehriban Əliyevanın işin ağzına soxum. Qəhbənin balaları, qəhbənin südü əmənlər. Göt balaları göt. İndi belə götür çatmır da. Çünki Hacı İbrahimin arxasında hansı ki, elə o işin içində Kamran Əliyev, sən də varsan. Sən də Elşadın o Hacı İbrahimin atdığı o $500 milyon elə sən də yemişdin. Kamran Əliyev, indiki baş prokuror. Əlin Ağayevin də bugün DTX naziri. Onun da xəbəri var idi. Bugün Elşadı şey eləyirsə, prokurorluğa çağırırlar. Niyə adamın gətirib $500 milyon pulunu vermirsiniz? Bugün Mehriban Əliyevanın şəkillərini tualetlərdə yapışdırır. Söyür. Elşada söymək, 50 yaşı var. Elşada söymək lazım idi. Amma siz söydürürsünüz. Mən də söyəcəm. Elşada görə də söyəcəm. Bax, mamanız Mehriban Əliyeva. Azərbaycanın İsveçrədəki səfirliyi az qaldı. Bir neçə gün sonra Elşadın Mr. Bin maşından gəlir Azərbaycan səfirliyinin qabağına. Sürprizlərlə. Şərəfsiz yığını. Adamı Azərbaycanda çəkdirmədiyiniz qalmadı. Uşaqlarının gözün qabağında nələr elədiniz? Polislər o Elşadın başına nə oyunlar gətirirsiniz? Qabil demişkən. Qabilin xəstə həyat yoldaşının adam 15 il, yoldaşı 15 ildən çox hərbiçi kimi xidmət edib. Qabilin siyasi fəaliyyətinə görə həyat yoldaşının pensiyasını kəsmişsiniz. Utanıb ölürsünüz siz, hansı üzdən prokurorluğa çağırırsa? Tüpürüm sizin olmayan qeyrətinizdə. Sizdə qeyrət var mı?